Sınaq birin izahına baxaq. Deməli, deyir ki, aşağıdakı kəsirlərdən hansı 4-3 kəsirinə bərabər deyil? Ümumiyyətlə, bir kəsir digər kəsir nə zaman bərabər ola bilər? Yəni, filtr məxrəci biz hansısa bir ədədə vurmalıyıq ya da bölməliyik. İndi baxaq görək, aşağıdakı kəsirlərdən hansı 4-3 kəsirinə bərabər deyil? Baxın, A-da, deməli, 12-də 9. Biz 12 və 9-u nəyə ixtisar edə bilərik? 3-ə ixtisar edə bilərik. 9-u 3-ə bölsəm 3, 12-ni də 3-ə bölsəm 4. Demək ki, bu bərabərdir. Sonra, yəni bizim bu variantımız deyil. Sonra 8-də 6 kəsir, 8-də 6 kəsiri nəyə ixtisar edər? İkisi də cüt ədəddir, 2-yə bölünür, 3 qalır, məxrəcdə 4 qalır, bu da getdi. Baxaraq sonra 32 ilə 24-də, 24 və 32 nəyə qədər? 8-ə ixtisar gedir. 24-ü 8-ə böləndə 3 qalır, 32-ni də 8-ə böləndə 4 qalır, yenə də bərabər olur. Deməli, bərabər olmayan kəsir C bəndidir. Yəni, onsuz da baxan kimi görünür ki, 8 ilə 5 ortaq ixtisar heç nəyə bölünmür. Yəni, bu 4-3 kəsinə heç vaxt bərabər ola bilməz. Sadəcə olaraq izahını verdim ki, biləsiniz. Bir kəsir digər kəsir nə zaman bərabər ola bilər? Deməli, kəsirin söz və məxrəcini eyni bir ədədə vuranda və ya böləndə ona bərabər kəsir alınır. Bu kəsirin əsas xassəsidir. İkinci, aşağıdakı sayılardan hansı ən kiçikdir? Aşağıdakı sayılardan hansı ən kiçikdir? İndi müqayisə etməliyik. Mən dedim ki, müqayisə edəndə tamları və mərtəbələrə görə müqayisə etməlisiniz. Deməli, bunlara baxaq. 0,802, sonra 0,800, deməli, 11, 8011, sonra 0,801, bir də 0,8008. İndi baxaq görək hansı deyir ki, ən kiçikdir. İndi ən kiçik olduğunu bilməliyik. Necə bilirik? Deməli, tamlar baxırsınız ki, bərabərdir hamısı, bunlar getdi. 8-lər də bərabərdir, bunlar getdi. Sıfırlar da görürsünüz, hamısı bir-birinə bərabərdir, bunlar getdi. İndi baxın, bu hissəni müqayisə edin. Burada deməli, ən kiçiyi bizdən soruşur. Burada görürük ki, 2 var, 1 var, 1 var. Amma burada 0-dır. Deməli, ən kiçik nə ola bilər? Bax, bu ola bilər. Deməli, mərtəbələrə görə müqayisə bax buna deyilir. Yəni, bu olan cavabımızda hansı bənddir? D bəndidir. Sonra, onluq kəsirə çevirin deyil. Dedim ki, 10-a, 100-ə, 1000-ə bölmədə kəsir sıfırların sayı qədər sola sürüşəcək. 1000-də 5-dirsə, vergüldən sonra biz 1000-də 5 yazmalıyıq. Bax, burada 3 sıfırdırsa, sənin vergüldən sonra 3 dənə rəqəmin olmalıdır. 1, 2, 3 dənə rəqəmin olmalıdır və salam. Bu da elədir 1000-də 5. Həmişə yadda saxlayın. Bu tam var, bu tamdır. Bu tamdan sonra sən həmişə vergül atmalısan və burada 1000-də 5 verilirsə, 1000-də 5-də sən bu cür qurmalısan. Yəni 3 rəqəm varsa, sənin vergüldən sonra da deməli 3 dənə rəqəmin olmalıdır. Deməli 3 dənə rəqəm yazırsan 0, 0 və 5. Və yaxud da ki, məsələn, burada görürsən ki, 3 dənə 0-dır, burada 2 dənə 0 ola bilər. 5-də burada yazacaqsan, bu formada da ola bilər. Belə də yadda saxlaya bilərsən. Məsəl üçün, sənə deyirlər ki, 2 tam %25. %25-i deyir, onluq kəsirə çevirir. Necə çevirəcəyik? Deməli, 2 tamdır, bu vergül ayırdıq. %25-dir, deməli, vergüldən sonra səndə vergüldən sonra 2 dənə rəqəm olmalıdır. Deməli, olacaq %25. Baxırsan ki, həqiqətən də vergüldən sonra 2 dənə rəqəmi var. Çünki burada 2 dənə 0 daxı. 2 dənə 0-sə 2 dənə rəqəm olmalıdır burada. Burada da var, o vergül var. Sonra keçək 4 nömrəli suala. Baxın, indi bunları müqayisə yox, hesablayın deyil. Deməli, 10-da 1. 10-da 1 necə yaza bilərik? 0,10-da 1. Burada gələnsin 0,100-də 1. Sonra digərləri də bu formada yazar. 0,1000-də 1, 0,10.000-də 1. İndi bunları deyir, toplayın. 1, 1, 1, 1 və 0. 4 dənə 1 oldu. Hansı bənddir? A bəndidir. Yəni, birisi toplayanda həmişə, tam ədədləri toplayanda, ümumiyyətlə onluq kəsirləri toplayanda biz vergülləri həmişə alt-alta qeyd eləməlisiniz toplayanda çıxanda. Məsəl üçün, 2,25 üstə gəlsin deyir 42,50. 42,5 deyir topla. 42,5 bu formada yazılacaq. Yəni, biz həmişə toplayanda çıxanda həmişə siz tam ədədləri alt-alta qeyd eləməlisiniz. Tam ədədləri nələrdir? Vergülə qədər olan ədədlərdir. Vergülə qədər olan ədədləri siz alt-alta yazmalısınız mütləq. Digər hallarda yəni cavabınız səhv çıxacaq. Sonra ifadəsinin qiymətini tapın. İfadənin qiymətini necə taparıq? Mən həmişə deyirdim ki, dərsdə də qeyd edirdim ki, bunu deməli, biri 0,100-də 1-dir, 0,1000-də 1-dir. Biz bunu deməli, onluq kəsirdən necə azad eləyə bilərik? %1, bu 100-də 1-dir, bu da 1000-də 1-dir.
Mən ən yüksək mərtəbə yəni 1000-ə vuraram ki, bax sürət və məxrəci 1000-ə vuraram ki, bu vergüllərdən tam azad olsun. Niyə görə 100-ə vurmuram? Baxın, burada 100-də 1-dir, burada 1000-də 1-dir. Sən 100-də 1-ə vursan, sürəti 100-də 1-ə vursan, amma məxrəc axı tam onluq kəsirdən, vergüldən azad olmayacaq. Ona görə də ən yüksək mərtəbə, yəni 1000-də 1 deyiriksə, yəni 1000-də 1-ə də vurmalıyıq. Bax, burada da deməli 1,20, bu da 1,21-dir. Deməli 100-ə vursaq bizə kifayət edir ki, vergüldən azad olsun. Vəssalam. Deməli, baxın, bunu aracı olaraq sürətə qeyd edin burada. 0,11 bir dəqiqə 0,11 vurulsun 1000. Deməli, burada 2 dənə rəqəm varsa, bu 2 rəqəmdən bu 2 0 gedəcək. Yerdə nə qalır? Bir dənə 0 qalır, yəni 110. Cavabımız, sürətimiz olacaq 110, məxrəcimiz də olacaq 11. Üstə gəlsin 10-da 1, üstə gəlinsin. Deməli, 1,21-i vuracaqsınız 100-ə. 1,21-i 100-ə vuranda nə eləyəcək cavabımız? Deməli, vergül sıfırların sıraya qədər sağa sürüşəcək. Yəni 1, 2, yəni olacaq 121. Və eyni ilə də 1,21-i 1,21-ə bölündə cavabınız 1 gedir. Yəni burada 1 qalır. Yəni sadəcə olaraq vergüldən azad etməyə göstərdim sizə. Amma onsuz da siz bunları yenə burada 121 bölünsün 121 qalacaq. Yenə də cavabınız 1 edəcək. Bu getdi. Deməli, bura cavabımız oldu 1. İndi baxın, 10-dan 100-ə 1000-ə bölməli. 10-dan 100-ə 1000-ə bölməli dedik ki, vergül sıfırların sayı qədər sola sürüşəcək. Olacaq 0,1. Bərabərlik 110-u deməli 11-ə böləndə nə qalacaq? 10 qalacaq. Üstə gəlsin 1, üstə gəlsin 0,1. Deməli, baxaraq 10 üstə gəl 1, 11, üstə gəlsin 0,1. Baxın uşaqlar, bizim keçdiyimiz natural ədədlər ki var ha, bu natural ədədlər həm də tam ədədlərdir. Yəni biz yazanda tam ədədləri alt-alta qeyd eləməlisiniz. Tam ədədlərdə vergülə qədər olan ədədlərdir. Bax 0,1. Mən yəni bu 11-i mən bu vergülə qədər olan hissədə yazdım. Ancaq bura qədər yazdım. Deməli ki, qarışdırmayım. Deməli 10 üstə gəlsin, 11 üstə gəlsin 0, 11, bu da 1. Bu formada cavabımız alınacaq 11,1, yəni D-bəndi. Sonra sürəti 7 olan düzgün olmayan kəsrlərin sayını tapın. Sürəti 7 olsun və düzgün olmayan kəsrlərin sayını tapın. Deməli, sürəti 7 olan düzgün olmayan deyir. 1, 7 bölünsün 2, 7 bölünsün 3, 7 bölünsün 4, 7 bölünsün 5, 7 bölünsün 6, 7 bölünsün 7. Dedik ki, əgər sürət və məxrəc də bir-birinə bərabər olanda bu kəsirlər düzgün olmayan kəsir olacaq. Amma 7 bölünsün 8 olanda artıq bunlar düzgün kəsirlər sayılır, bu getmir. Deməli, neçə kəsir var? 1-dən 7-yə qədər 7 dənə kəsirimiz var bizim. Düzgün olmayan kəsirlər deyil və deyir sürətlərin hamısı 7, 7 düz. Amma düzgün olmasın. Yəni, birdən başlayacaqsınız 1, 2, 3. Ta ki, ədədin özünə qədər, bu soruşulan ədədin özünə qədər yazacaqsınız. Artıq digərini artıq keçəndə görürsünüz ki, həqiqətən də bu düzgün olan kəsir alınır və burada cavabımız ödəmir. Yəni, cavabımız burada C-bəndi olacaq. Sonra 2500-ün 5də 3-sünü deyir tapın. 5də 3 hissəsini. Baxın, ədədin hissəsi. Ədədin hissəsi deyiləndə ədədi vuracaqsınız hissə göstərilən kəsrə. Vəssalam. Yəni 2500-ü böləcəksiniz 5-ə, vuracaqsınız 3-ə. Deməli 5 ilə 5 ixtisara qədər 25-i 5-ə böləndə 5 qalacaq, 500. 500-ü də 3-ə vuranda 1500 eləyir. 1500 cavabımız C-bəndi. Sonra ədədlərini artan sıra ilə düzülüşü hansıdır? Ədədlərin artan sıra ilə düzülüşü. Uşaqlar, burada deməli ya məxrəcləri bərabər edə bilərik, ya da sürətləri bərabər edə bilərik, bərabərləşdirə bilərik. Mən baxıram bu sürətlərlə, deməli, sürətləri də bərabərləşdirmək olar, məxrəcləri də bərabərləşdirmək olar. Deməli, gəlin baxın məxrəcləri biz bərabərləşdirək. 11 ilə 13 yəni ardıcıl tək ədədlərdir. Ardıcıl tək ədədlərin əköbü onların haisindən bərabərdir. Yəni olacaq 100, deməli 143 olacaq. 143 ilə də 5 qarşılıqlı sadə ədədlərdir. Onların əköbü bunların hasili edir. Yəni 5 də 3-ün 15, 1 yadda, 4 də 5-in 20, 1 yadda, 22, 2 yadda, bu da 7 eləyəcək. 725. Şimdi belə hamısının məxrəci nə oldu? Baxın, deməli, bu kəsiriniz artıq bu formada oldu. 725, 725, bir də 721. İndi tapdığımız bu yeni kəsirlər 2 var, əköb 2 var. Əköbü ayrı-ayrıqda böləcəksiniz. Baxın, bu məxrəclərə böləcəksiniz. 725-i bir dəfə, deməli, bölməliyik 15-ə. Deməli, 725-i bir dəfə bölsək, deməli, 11-ə eləyəcək. Burada cüyəm düz yazdım mən.
burada 21 eləyir. Hə, burada 21 eləyir. Burada səhv hesablamışam. Deməli, 5 üçün 15, 15 yazsan 1 yadda, 4 5-in 21 yazsan 21. Aha, 715. İndi 715-i biz bölməliyik 11-ə. 11-ə böləndə qalacaq burada 65. 65. Sonra 715-i mən bir dəfə böləcəm 13-ə. Burada qalacaq 55. Bir dəfə də 715-i mən böləcəm 6-ya. 715-i də 6-ya bölsəm, deməli 6-ya daha doğrusu yox, üzr istəyirəm, 5-ə bölməliyəm. 5-ə böləndə burada da qalacaq 143. İndi bunları deyirəm vuraq bir-birinə. 65-i 3-ə vursaq 3-ə, bu eləyəcək 195. Sonra 55 burada görsə tamamlayacaq olaraq 55-dir. 55-i mən vursam 5-ə eləyəcək 275. Bir də 143-ü mən vurmalıyam 6-ya. 143-ü də 6-ya vursam, deməli eləyəcək 858. Artan sıra ilə deyir düz. Artan sıra necə oldu? Deməli, birinci elə bizim elə düzülüşümüz artan sıra ilə düzülüşdür. Yəni bu formada olacaq 11. Elə bu cavabımız da bəndə. Yəni sıra veriləndə olsun bizə artan sıra ilə verilibmiş. Sonra yəni məxrəcləri nə etdim? Burada bərabərləşdirdim, tamamlayıcı vuruq tapdım, sonra vurdum sürətə. Bu formada yazdım. Aşağıdakı əməmələrin neçəsi düzgündür? Deməli, 5,5-i mən 0,5-ə bölməliyəm və cavabda 11 almalıyam. Görək ki, həqiqətən də bölüb 11 almaq olurmu? Yəni 5,5-i bölsəm 0,5-ə. Sürətlə məxrəci deməli mən hər tərəfi 10-a vursam, vergüldən azad etmək üçün deməli 10-a vursam. Bu 55 olacaq, bu da 5 olacaq. Bəli, 11 alındı. Yəni bu cavab ödədir. Sonra 4-də 3 kəsiri çıxılsın 0-dan %25. 0-dan %25 elə mənə deməli %25 çıxıdan 4-də 1 qalır. Deməli 3-dən də 1 çıxanda ki 4-də 2, bu da eləyəcək 2-də 1. Baxın 2-də 1 verib burada, amma biz məxrəci 4-ə vursaq və sürəti 4-ə vursaq 8-də 4 alırıq. Yəni bu cavabı alırıq. Yəni bu cavabla bu cavab bax, cavab eynidir. Yəni ona görə bu da düzdür. Yəni sonra bu kəsrə baxaq. Deməli 0-dan %5-lə 0-dan %5 bölünsün 0,5. Mən hər tərəfi 100-ə vursam, sürət və məxrəci 100-ə vursam, %5-də qalacaq 5. Deməli məxrəcidə qalacaq nə 50. İxtisar getsə burada qalacaq 10-da 1. Bəli, bu da düzdür. Elə hamısı düzgün çıxdı burada. Sonra keçək digərlərinə. Deməli, indi baxaq o birisinə. Deməli 0,2, 0,2 10-da 2. 10-da 2 bölünsün 5-də 3. Deməli 10-da 2-yə baxsa 10-da 2 bölmədə dedik ki, ikinci kəsirin sürət və məxrəcin yeri dəyişəcək və bölmədə olacaq vurma. Bölmədə olacaq vurma. Deməli 5 ilə 10 ixtisar gedir. 5-i 5-ə böləndə 1, 10-u da 5-ə bölsək 2. 2 ilə 2 gedir ixtisar, qalır burada 3-də 1. 3-də 1, bəli 3-ü də biz 9-a vursaq, bunu da 9-a vursaq, burada nə eləyəcək? 9, 9 üçün 27. Bu cavab buna bərabərdir. Amma burada deyir ki, bu ifadə 27-də 9-dan fərqlidir. Fərqli ola bilməz axı bunun cavabıdır. Yəni bir dənə bu səhvdir burada. Yəni 3 dənəsi düzgün çıxdı, cavabımız B bəndi. Orada fərqli işarəsi deməkdir ki, yəni buna bərabər deyil. Sonra ifadəsinin qiymətini hesablayın. İfadəsinin qiymətini deyir hesablayın. Hesablayaq. Deməli, sürət və məxrəci mən burada 100-ə vursam, çünki 1 bölünsün %2-dir. 100-ə vursaq, burada da 100-ə vursaq, burada 2 qalacaq. Burada da 100-ə vursam, burada 37, 37, burada da 37 qalacaq. Burada 16, hər tərəfi 100-ə vursam 16 burada qalacaq, 4 də burada qalacaq. Deməli, 100 bölünsün deməli 2, üstə gəlsin 37, 37 bölünsün 37, üstə gəlsin 16 bölünsün 4. Bərabərdir. Baxın 100-ü 2-yə böləndə neçə eləyir? 50 eləyir. 16-nı 4-ə böləndə 4 eləyir. İndi biz bu birisini hesablayaq. 37, 3737. 3737-ni də biz bölək 37-yə. Deməli 37, 37-nin içərisində bir dəfə düşəcək. Baxın 3, 37. Mən 37 birdən-birə əgər 2 rəqəm əlavə edirəmsə, mən bura bir 0 əlavə etməliyəm hökmən və sonra bölməliyəm. Və 37 birin içərisində yenə 37 dəfə bir dəfə düşəcək, bərabərli 0. Deməli burada da qaldı 101. Deməli 54 üstə gəlsin, 50 üstə gəlsin 4, 54. 54-ün də üstünə 101 gələndə eləcə 155. Cavabımız olacaq nə? D bəndi.
Sonra keçək digər suala. A-nı verib, B-nin qiymətini verib, C-ni də verib, deyir bunları hesablayın. Hansı deyir doğrudur? Hə, müqayisə etməliyik. Hesablayıb sonra müqayisə etməliyik. İndi gəlin burada bir-bir vuraq bunları. Yazaq cavabımız nədir? Baxın, onluq kəsrə vurmağı bizə göstərir. 0,1-i 0,3-ə vuraq. Baxın, uşaqlar vurmada da həmişə deməli vergül qədər olan ədədləri alt alta yazıram. 3 dəfə 1-in 3, 3 dəfə 0-ın 0, 1 dəfə 0-ın 0, 0 dəfə 0-ın 0. Yazdım. 3, 0, 0. İndi vergüldən sonra neçə dənə rəqəm var? Bunları sonra toplayacaqsınız. Vergüldən sonra 2 dənə rəqəm var. Burada qeyd edeyim. Baxın, vergüldən sonra 2 dənə rəqəm var. 2 dənə rəqəm varsa, deməli, siz sağdan sola doğru 2 dənə rəqəm ayırmalısınız. Deyirəm 1, 2 və ondan sonra vergül qoymalısınız. Yəni burada cavabımız oldu nə? 0,3 oldu. 0,3 oldu. Bir də uşaqlar, vergül həmişə yadda saxlayın ki, vergüldən sonra məsələn buralarda 0 və yaxud da ki buralarda 0 olarsa, bu yazılan 0-ın mənası olmur. Yəni bu sıfırların heç bir mənası yoxdur. Ancaq vergüldən sonra bu yazılan bir dənə 0-ın önəmi var, bir də ortalarda qalan 0-ların önəmi var. Digərlərinin önəmi yoxdur. Yəni bir əhəmiyyət daşımır. Sonra 0,2 vurulsun 0,4. Baxın, 0,1, 0,4 yox. Bunu hesablayaq, bunu hesablamalıyıq, qaydanı çaşdırarsınız. 4 dəfə 2-in 8, 4 dəfə 0-ın 0, 0 dəfə 0-ın 0, 0. 8, 0 və 0. Vergüldən sonra 2 dənə rəqəm varsa, mən sağdan sola doğru 2 dənə rəqəm ayırmalıyam və ondan sonra vergül atmalıyam. 0,8-də bu etdi, 0,8. Və 0,1-i də 0,2-yə vursaq, 1 dəfə 1-in 2, 0, 0 və 0. 0,02. Baxın, 2 dənə rəqəm var. Mən vergüldən sonra 2 dənə rəqəm ayırdım və ondan sonra vergül qoydum. Deməli, 0,2 də bu etdi. Deyək ki, indi hansı doğrudur? İndi baxaq görə birinci böyük ədədimiz hansıdır? Bax, B böyükdür də. Birinci bax 0 gəlir. Burada da 0-dır, burada da 0-dır. Sonra bax, burada 0 var, burada 0-dır, burada 0-dır. Sonra 8. Üçüncü rəqəm baxın 8 gəlir. 8 gəlirsə demək ki, bizim B ədədimiz daha böyükdür. Sonra ikinci gələn böyük ədədimiz hansı? 3-dür. Yəni A böyükdür. Daha sonra da C bəndi qalır. B, A, C. Hansı bənddir? C bəndidir. Bu yazılışda düzgündür və yaxud da ki, sizi bunun tərsinə olaraq da verilə bilər. C, A, B. Əgər uşaqlar verilən, bax bu kəsir var. Bu verilən kəsiri tərsinə çevirib C, A, B yazsa, onda sizin bu işarənizdə hökmən dəyişəcək. Bu formada işarəniz dəyişəcək. Yəni hər iki halda da baxın, işarə B-yə tərəfsə B böyükdür, sonra A, sonra da C ən kiçikdir burada. Bu yazılışda doğrudur. Sonra onluq kəsrini deyir, kəsrini onluq kəsrə çevirin. İndi çevirməliyik biz bunu. Bunun tam hissəsi nədir? 3-dür. Baxın, tam hissəsi 3-dür. Tam hissəsi 3-dürsə, baxın, bura tam hissə 21-dir, bu deyil. Burada 0-dır, bu deyil. İndi biz B ilə D bəndi arasında qaldıq. Görək ki, hansı bənd doğru olar. Hökmən ki, burada B bəndidir. Nəyə görə B bəndidir? Onda deyəcəm sizə, tam bölünə bilməz. Əgər uşaqlar yadda saxlayın və onu qayda olaraq da qeyd edin dəftərinizə ki, 6 nə deməkdir? 2 vurulsa 3 ədədlərin hasilidir. Əgər bir ədəddə verilən ədəddə 3-dür, 5-dir, 5 yox, 3-dür, 7-dir, 11-dir. Yəni, qısaca belə deyim ki, verilən məxrəcdə əgər 2 və 5-dən başqa ədədlər varsa, 2 və 5-dən başqa ədədlər varsa, deməli, onlar hamısı yəni tam bölünməyəcək. Bu cür baxın, bölünə ədədlərimiz gedəcək. Bu formada ədədlərimiz gedəcək. İndi gəlin bunu sizə göstərək. 5-i 6-ya bölək. 5 6-ya tam bölünmür. Deməli, 50 artırır. 0 artırıramsa burada 0 artırmalıyam mütləq. Gəlin burada yazaq, yerimiz çatmayacaq. Deməli, 5 6-ya bölünmə 0 əlavə etdim. Özümdən 0 yazanda burada hökmən 0 etmalıyam. 50 6-ın içərisində 7 dəfə 6-ın 42, 7 dəfə 7, 6 dəfə 7-nin 42, 6 dəfə 8-in 48, aha. Ondan 8 çıxanda 2 və 2 6-ya bölünmür, ona görə bir 0 əlavə edirəm. 6 dəfə 3-ün 18, deməli, ondan 8 çıxanda 2. Baxın, yenə də 6 dəfə 3-ün 18. Bax, bu 3 davam edib gedəcək. Yəni, ancaq 3 olacaq da burada. Demək ki, burada bu nöqtə o deməkdir ki, yəni burada ancaq 3-dür. Başqa bir rəqəm yoxdur. Deməli, niyə görə bu beləncə oldu? Çünki bax, bu 6-nın tərkibində deməli, 2-dən başqa 3 var. Ancaq 2 və 5 olarsa, bu demək ki, tam bölünür. Burada bax, 3,8 alınıb. Yəni ki, bu tam bölünübdür. Amma burada 3 də var axı. Əgər verilən məxrəcdə həmişə
Sadə ədədlər olarsa, sadə ədədlər də hansılardır? 3'dür, yəni 2-dən başqa sadə ədəd deyirəm. 3, 5, 7, 11, 11, sonra 13'dür, 17'dir, 19'dur. Bunlar var ha. Bunlar yəni ədədə tam bölünmürlər. Tam bölünmür. Həmişə bu formada verilən ədədləriniz uzana-uzana gedəcək. Yəni tam bölünməyəcək. Amma ancaq 2 və 5 olarsa, 2 və 5'lərin hasilləri olarsa, məsəl üçün 8 də ola bilər, 25 də ola bilər. Məsəl üçün 64'dür, 125 də ola bilər. Yəni ki, bax 5'lərin hasilləridir və bu misillərdir. 8 də 2'nin misilləridir. Yəni bu 2'nin misilləri də ola bilər və yaxud 5'in misilləri də ola bilər. Fərqi yoxdur. Yəni 2 və yaxud da ki 5 olarsa, həm 2, həm 5 olarsa bu ədədlər demək ki, tam bölünəcək. Amma 2-dən də əlavə görürsünüz ki, burada 3 var. 3 varsa demək ki, burada hökmən qalacaq. Nə olsun ki 2 var? Amma burada 3 var axı. 3 varsa, əgər sadə ədədiniz varsa, verilən vuruqların içərisində sadə ədəd varsa, o tam bölünmür. Həmişə qala qalacaq. Bunu da bir qayda olaraq yadda saxlayın. Qeyd edin dəftərinizə ki, 2 və 5'dən ümumiyyətlə verilən vuruqlarda 2 və 5 varsa, ancaq 2 və 5 varsa, ədədiniz tam bölünəcək. Yox, 2-dən və 5'dən başqa əlavə vuruqlar varsa, sadə ədədlərimiz varsa, demək ki, ədəd tam bölünmür. Sürət məxrəcə tam bölünməyəcək, qala qalacaq. Sonra 5'də 3 hissəsi 18 olan ədəd. Bayaq burada bir sualımız var idi. Deməli, baxın bu sualda. Çünki ədədin hissəsi deyəndə ədədi vurduq hissəyə. Amma burada nə deyir? Hissəsinə görə ədədi deyir tapın. Amma birinci hissə gələndə artıq bölməliyik biz. Yəni 18'i böləcəyik 5'də 3'ə. Bu formada vəssalam. 18'ə vuracaqsınız, bölmə olacaq vurma. Kəsri deməli sürətlə məxrəcin yeri dəyişir. Olacaq 5 bölünsün 3. Deməli 18 3'ə tam bölünür. 3 3'ə böləndə 1, 18 3'ə böləndə 6 qalır. 6 dəfə də 5'in 30. Bu 6 sürəti gedir axı. 6 dəfə də 5'in 30. Deməli cavabımız nə oldu burada? B bəndi oldu. Sonra bax 21 ədədi 48'in ədədinin hansı hissəsidir? Bir ədəd digər ədədin hansı hissəsidir deyəndə onları bir-birinə böləcəksiniz. Bu qədər sadə. Bir ədəd, yenə də deyirəm, bir ədəd, buna qayda kimi də yaza bilərsiniz. Bir ədəd digər ədədin hansı hissəsini təşkil etdiyini soruşursa, yəni bir ədədi digər ədədə bölməlisiniz. Yəni məsəl üçün belə yaza bilərsiniz ki, A ədədi B ədədin hansı hissəsidir? Onda A bölünsün B formasında yazılacaq. İndi 21 bölü 48, 3'ə bölsə 21 3'ə böləndə 7, 48 3'ə bölsə 16. Başqa da yəni ixtisar getmir. Niyə? Çünki 7 sadədir. 16'da 7. Bu qədər. Sonra digər ifadənin dəyər qiymətini hesablayaq. 1-dən 4'də 1 çıxanda mən 1'i necə yaza bilərəm? 4'də 4 kimi yaza bilərəmmi? Yaza bilərəm. Çünki məxrəcim 4'dür. Bax 4'ü 4'ə böləndə 1'ə böləndə, 4'ü 4'ə böləndə onsuz da cavab 1 eləyir. Amma ki, mən niyə ümumi 4 yazdım? Çünki burada məxrəcim 4'dür ona görə. 4'dən demə 1 çıxanda 3. 3 məxrəcli olduğu kimi yazılır. Vurulsun. 5'də 5'dən deməli, bax burada 5'də 5 yazacaqsınız. 5'dən 1 çıxanda eləyəcək 4. Burada da 6'dan 1 çıxanda eləyəcək 5 bölünsün 6. Baxın, bununla bu getdi. Bununla bu ifadə getdi. Qaldı nə? 3 bölünsün 6. Hər tərəfdə 3'ə bölsək burada 1 qalır. Burada da 2 qalır. 2 də bir cavab A bəndi. Və yaxud da ki, sizə bunu demək, bu cavabı sizə onluq kəsir formasında da verilə bilər. Onda 1'i bölməlisiniz, onda 2'yə. Baxın uşaqlar, burada ancaq 2 var. Ancaq 2 varsa, bəli, tam bölünəcək, yəni bölə biləcəksiniz. Yəni uzana getməyəcək artıq. Amma 2-dən başqa 3, 3'dür, 5 də yox. 2 və ancaq 2, ancaq 5 olarsa və yaxud da ki, hər ikisi olarsa, hə. Amma 2 və ya 5'dən əlavə sadə ədədləriniz olarsa, onlar tam bölünməyəcək. Yəni 1 2'yə bölünmə 0 atırırsınız bura. Bura 0 əlavə edəndə burada 0 əlavə edirik və virgüllə 12'ye tam bölünür 5 qalır. Vəssalam, bu qədər böldük. Yəni sizin ikinci bir cavabınızda deyək ki, əgər verilən kəsiri onluq kəsir formasında göstərin, onda bu formada yazacaqsınız. Yəni hər ikisi də eyni cavabdır. Bu formada, yəni bu suallarınızın izahı buradadır. Növbəti deməli ikinci quizin də izahını çəkib göndərəcəm sizlərə.